Son bir neçə gün ərzində Leylo Güclü Gürcüstan Partiyasının Marniuli və Bolnis üzrə namizədlərinin geri çəkilməsi hallarından sonra partiyanın lideri Badir Japaridze Marniuliyə səfər edib və partiya üzvləri ilə görüş keçirib. Görüşdən sonra mətbuata açıqlama verən müxalifət lideri bildirib ki, seçkilər yaxınlaşdıqca komanda üzvlərinə qarşı təzyiq, qorxutma və şantaj halları artmaqdadır. Onun sözlərinə görə bu cür təzyiqlər hakim partiya olan Gürcü arzusunun narahatlığını və seçkidə məğlub olmaq qorxusunu göstərir. Seçkiyə yaxın dövrdə bizə qarşı artan zorakılıq, təhdid və qorxutma cəhdləri onu göstərir ki, bu ölkədə dəyişiklik labüddür. Gürcü xalqı 4 oktyabrda səs verməyə gedərək dəyişiklik istəyini ifadə edəcək və Gürcü arzusuna yox deyəcək. Biz istəyirik ki, insanlarımız yaxşı təhsil, sağlamlıq xidməti və layiqli iş imkanlarına sahib olsunlar. Məlumat üçün bildirək ki, Bolnis merliyinə namizəd geri çəkildikdən sonra Marniuli idarəsində artıq 3 namizəd də öz namizədliyini geri götürüb. Onlardan ikisi hakim Gürcü arzusunu dəstəklədiyini bəyan edib.